Bəli, hörmətli izləyicilərimiz, mən Vüsal Kəlbəcəri bu günlərdə yenə Kəlbəcər sakininin evində. Amma bu Kəlbəcər sakininin iki problem var. Bu problemləri özü deyəcək sizə. Həm müraciəti var, həm xahişi var, həm tələbi var. Və inşallah bu tələblər yəqin ki, aidiyyəti olan orqanlar tezliklə yerinə yetirərlər inşallah. Bu da sizi xoş gördük anam. Adınız, soyadınız? Alışova Kifayət Həsənov. Alışova Kifayət xanım. Kifayət xanım, Kəlbəcər rayon hansı kənd sakinisiniz? Rayon sakin. Rayon sakinisiniz. Çox gözəl. Nədir şikayətiniz, tələbiniz, xahişiniz nədir? Bizim tələbimiz, şikayətimiz olur ki, biz neçə illərdir ki, nə daşqınçılıq statusu ala bilmirik, nə evlə problemimiz baxdı, nə qalmışıq bu binada, uşaqların məktəbə getməyi çox açıq-açıq bir vəziyyətdəyik. Ona görə istəyirəm ki, biz də bir Kəlbəcərdə kimi bizə də bir işıqlandırsınlar, bizə də bir köməkdarlıq olunsun, biz də bir insan kimi gedək yaşayaq. Gördüyünüz kimi, hörmətli izləyicilərimiz, Alışova Kifayət xanım Həsən qızı Kəlbəcər rayonu, burada yazılı Çomaq kəndinə olubdur. Amma qeydiyyat yeri Kəlbəcər şəhəri Qaçaqnəbi küçəsi ev 6-dır. Amma təəssüflər olsun ki, bəzi məsələlərə görə bu ev, bu ailə qaçqın pulundan, o cümlədən nə çörək pul deyirlər, hamısından məhrum olubdular və o cümlədən də evlə bağlı problemləri var. Ona görə də düzdür, işlər məhkəmədədir. İnşallah yəqin ki, açıqlamalar olar, yəqin ki, köməklik olunlar. Biz də əlimizdən gələni eləyərik. Jurnalistin işləri, jurnalistin işi odur ki, aidiyyəti olan orqanlara çatdırmaq, ictimailəşdirmək və hər şeyin düzgün şəkildə bərpa olunması üçün əlimizdən gələni eləyirlər. Və bizim xahişimiz odur ki, birinci növbədə Kəlbəcər qeydiyyatının düşməsidir. Birinci xahişimiz odur, aidiyyəti olan orqanlardan. İkinci xahişimiz odur ki, inşallah bərpa olunmuş Kəlbəcər, yəqin ki, Ağdərədən deyilsin, eləmi? Bəli, Ağdərədən bərpa orta kənddir, o cümlədən Həsən özdür, nə bilim, Vəng kəndidir. Oradan evlə təmin olunması üçün əllərindən gələni eləsinlər bu ailəyə. Bu ailə, neçə ailə üzründən ibarəsi? 5 nəfər, 2 qız uşaqlıdır. Bəli, nəvədir. Oğlumdur, gəlinimdir. Allah xoşbəxt eləsin və çox ağır şərait yaşayır. Bu ağır şəraitini mən sizə göstərəcəm. Sözlə şəkillərini, videolarını çəkib göstərəcəm ki, gördüyünüz kimi bu ağır şəraitdə yaşayırlar bu ailə. Gördüyünüz kimi bu çətin şəraitdə yaşayırlar. Burada Bərdə rayonunda, Alaçadırda deyilən yerdir. Burada bu yerdə yaşayırlar. Xahiş edirəm aidiyyəti olan orqanlar. İnşallah bu ailəyə dəstək olsunlar, inşallah. Bu ailəyə dəstək olsunlar, xahiş edirəm. İnşallah dəstək olarlar. Yəni 33 ildir ki, bu çətin şəraitdə yaşayırlar. 33 ildir. Xahiş edirəm aidiyyəti olan orqanlar inşallah dəstək olsunlar, köməkli olsunlar. 33 ildir ki, burada çətin şəraitdə yaşayırlar. Xahiş edirəm dəstək olsunlar. Bərdə şəhərində məskunlaşıblar. Çox ağır şəraitdə yaşayırlar. Alaçadırda kəndində. Bura nəyin binasıdır? Bura inzibati binası deyil. Bəli. Ancaq bura yataqxana kimi. Biz son 32 yerin yataqxanasıdır. Burada da heç bir ailə qalmır. Hamı köçürüblər. Tək biz qalmışıq. Tək biz qalmışıq. Ona görə bu uşaqları var, heç ara çıxa bilmirik, gedə bilmirik ki, bu uşaqlar məktəb. Nə də məktəb elə yoxdur ki, bu uşaqlar məktəbə gəlsin. İnşallah biz inanırıq, biz də mən Vüsal Kəlbəcərdə bu işin həll olunmağına qədər nə qədər istəsə çəkiş edəcəm və aidiyyəti olan orqanlara çatdıracaq. Təşəkkür edirəm.